Çıraqları yandırdıq. Axtardığınız təklifi qardaşınız tapdı. Axır ki, sizin arzunuza çatdınız. Mən də arzuma çatdım. İlkin ödənişlə, kreditlə Kupçalı həyət evi. Gör nə qəşəng səslənir. İlkin ödənişlə, kreditlə Kupçalı həyət evi içi də tam əşyalı. Necə sizlər? Deməli, bu şərtimiz necədir? İlkin ödəniş nə qədər dedi qardaş? Bilmirəm. 42.000 manat, ayda 450 manat. Hazır kreditdə olan evdir. Kupçası da əldə, Kupçalıdır. Ümumi qiymət 80.000 manatdır. Bax, yenə deyirəm. İlkin ödəniş 42.000 manat, ayda 450 manat, ümumi qiymət 80.000 manat. Gəl. Və Kupça. Kupça ən əsas. Yerdən kürsülüdür. Həyətinə maşın daxil olur. Göstər qardaş. Həyətə maşın daxil olur rahatçılıqla. Gəl. Hazır kreditdədir. Yəni hazır ipotekadadır bu mənzilimiz. Evə daxil olur, dəhlizidir. Bir dənə belə bir geniş yataq otağı var, qonaq otağı. Otaq çox doludur əşyalarla, biraz sıxlıq görsənə bilər. Burada hamam sanuzeldir. Daxili kredit, daxili deyil, yox, hazır kredit, hazır ipotekada, üzr istəyirəm. Burada yataq otağıdır. Belə bir səliqəli geniş yataq otağı var. Ölçüləri həqiqətən yaxşıdır. Köhnə evdir. Təzə ev deyil. Burada ikinci yataq otağıdır. Dəyərli və izləyicilərimiz, xanımlar və cənablar, kreditlə axtarırdınız. Bu da mətbəx. Cəhdi göstərir. Şərtimiz bəlli, yerimiz bəlli, ünvanımız bəlli. Xırdalan şəhərindəyik hər zaman olduğu kimi. Gəlin, baxın, kreditlə də alın, nəqd ala bilərsiniz. Nəqd 80.000 manata deyiliş qiymətidir. Kreditlə 42.000 könəş, adəti 450 manat olmaq şərti ilə. 450 manat bugün üçün bir evin, belə deyim də, kirayə qiymətidir. Sağ olun, salamat qalın.